Hə, gəldik çatdıq Future Continuous-a. Çox maraqlı mövzuya. Bunu çox kurslarda heç ümumiyyətlə dərs mövzusuna əlavə eləmirlər. Amma bu Amerikanların xüsusən də həddən çox istifadə elədikləri zamandır. Yenə sürətli yazacağım zamanları keçə bilərsiniz buralarını. Dedik ki, I play, I played, I will play, I am playing, I was playing. Sonra dedik ki, I have played var. Sonra I had played var və I have been playing var. Bugün danışacağımız mövzu, bir də biz I used to play keçmişdik. Bunu yəqin ki xatırlayırsınız. Bugün keçəcəyimiz mövzu bax buradadır. Gələcək davam edici zamandır. I will be playing. İndi deyəcəksiniz ki, oyda, bunlar nə qədər qarışıqdır deyirlər. Davam edici zamanlar üçün bu sıra indikidir, bu sıra keçmişdir, bu sıra gələcəkdir. Bunlar sadələrdir, bunlar davam edicilərdir, bunlar bitmişlərdir. Burada da bitmiş davam edicilər olacaq. Bax, buradakı struktur belədir. To be, ing, to be, ing, to be, ing. Şu, indiki zaman to be'nin forması am-is-are, keçmiş zaman to be'nin forması was-were, gələcək zaman to be'nin forması will be. Bu qədər bəsitdir əslində. Hə, bu bizə ümumiyyətlə nəyə lazımdır, nə vaxt istifadə edirik? Yazıdadır zaman oxunda mən bunu göstərmişdim sizə. Bütün bu zamanları. Buradakı isə gələcəkdə bir hadisənin davam eləyəcəyindən, həmin an davam eləyəcəyindən bəhs eləyir. Necə ki, keçmiş davam edici zaman. Keçmiş davam edici zaman nə idi? Deyirəm ki, hətta yazıdadırsa, əgər o mövzuya diqqətli şəkildə baxmışdırsa, deyirdim ki, məsələn, sən zəng eləyəndə mən çay içirdim. Yəni, belə idim. Sən zəng elədin. Yəni, içirdim, mən prosesin ortasındaydım və sən mənə zəng elədin. Bu da eynisinin gələcək üçün olanıdır. Deyirəm, gələcəkdə, məsələn, sən mənə zəng eləyəndə mən çayı içməkdə olacam. Yəni, o hərəkət davam eləməkdə olacaq. Məsələn, ya da sizə deyirəm ki, növbəti bir saat ərzində sizə gələcək davam edici zamanını izah eləməkdə olacam. Bax, davam eləməyimdən danışıram. Bu qədər sadədir. To be var burada. Will-i götürüb qabağa keçiririk və will-ə not artırırıq onun inkarını düzəltmək üçün. Bunun praktikalarını yenə aşağıda tapacaqsınız. Orada öz əksini tapıb. Mən həmən onun qeydlər hissəsinə gəlirəm və bəli. Qeydlərdə də yenə inkar forması, sual forması və s. bağlı məlumatlar geniş-geniş yazılıb. Sözlər və cümlələr o qədər də çox deyil. Məncə az vaxtınızı aparacaq. Tekstləri yaxşı-yaxşı oxuyun. Növbəti mövzuda görüşərik. Özünüzə yaxşı baxın.